Zəbur 37-ci məzmur. Davudun məzmuru. Pislik eləyənlərə görə narahat olma. Fitnəkarlıq eləyənlərə qibtə eləmə. Tezliklə onlar ot kimi quruyacaq. Yaşıl çəmən kimi tez solacaq. Rəbbə güvən, yaxşılıq elə. Bu diyarda arxayın ömür sür. Rəbdən zövq al. O da səni ürəyinin istəklərinə çatdıracaq. Yolunu Rəbbə ver, ona güvən, o eləyəcək. Rəbb sənin salehliyini nur kimi aydınlaşdıracaq. Həqiqətini gündüz günəşi tək çıxaracaq. Rəbbin hüzurunda sükut elə. Onu səbirlə gözlə. Yolunda uğur qazanan hiləgər insan üçün narahat olma. Qəzəbi at, hiddətdən çəkin. Narahat olma, bunlar insanı şərə salar. Çünki şər adamlar kəsilib atılacaq. Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq. Biraz gözlə, pis yox olacaq. Yerini axtarsam belə tapılmayacaq. Həlimlər yer üzünü mülk olaraq alacaq. Əminamanlığın bolluğundan zövq tapacaq. Şər adam salihin qəsdinə durur, ona qarşı dişlərini qıcıyır. Amma Xudavənd şər adama gülür. Onun dövranının az olmasını bilir. Məzlumu fəqri yerə vurmaq üçün, düz yolda olanı boğazlamaq üçün pislər qılınc çəkər, ox kamanını qurar. Lakin onların qılıncları öz ürəklərinə saplanacaq, ox kamanları parça-parça olacaq. Salihin az malı pislərin bütün sərvətlərindən yaxşıdır. Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salihlərin dayağıdır. Rəbbə kamillərin gündəlik qayğıları məlumdur. Onların irsi əbədi qalacaq. Dar gündə utanmayacaqlar, qıtlıqda tox yaşayacaqlar. Lakin pislər həlak olacaq. Rəbbin düşmənləri çəmənin təravəti kimi solacaq. Tüstü kimi çəkilərək yox olacaq. Pis adam borc alır, qaytarmır. Salihlər səxavətlə paylayır. Rəbdən bərəkət alan ölkəni mülk olaraq alacaq. Lənət elədiyi kəslər kəsilib atılacaq. Rəbb insana gedəcəyi yolu göstərir. Kimdən razı qalırsa onu möhkəmləndirir. Bu insan büdrəsə də yıxılmaz, çünki Rəbb onun əlindən tutar. Gəncliyimdən qocalığıma dək salihin tərk edildiyini, nəslinin çörək üçün diləndiyini görməmişəm. O hər zaman səxavətlə borc verər, övladlarına xeyir-dua gələr. Şərdən çəkinib yaxşılıq elə ki, ölkədə əbədi məskən sala biləsən. Çünki Rəbb ədaləti sevir, heç zaman möminlərini tərk eləmir. Salihlər daim müdafiə olunacaq, pislər nəsilli ilə kəsilib atılacaq. Salihlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq. Salihin ağzından hikmət çıxar, dili haqq söz danışar. Çünki Allahın qanunu ürəyindədir, ayaqları büdrəmir. Pis adam salihi güdür, onu öldürmək üçün fürsət axtarır. Rəbb salihi pisin əlinə düşməyə qoymaz, ona ittiham oxunanda məhkum olmaz. Rəbbi gözlə, onun yolunu tut. O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək. Pislərin kəsilib atılacağı zamanı görəcəksən. Münbit torpaqda yaşıl ağac tək bitən, kök salan, zalım, pis adamı görmüşdüm. O keçib getdi, yeri boş qaldı. Onu axtararkən tapa bilmədim. Kamil adama bax, əməli salih insana nəzər yetir. Gələcək sülhsevən adama bəxş ediləcək. Amma bütün üsyankarlar birlikdə yox olacaq, pislərin kökü kəsiləcək. Salihlərin qurtuluşu Rəbdəndir. Dar gündə onlara pənah yeridir. Rəbb onların imdadına çatır. Onları qutarıb pislərin əlindən alır, çünki onlar Rəbbə pənah aparır.